Əziz Peyğəmbərimiz, aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbərimiz bir hədis şərifdə buyurur ki, qalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm əşbəukum fid-dunya əcva'ukum fil-əxirah. Buyurur ki, dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaqdır. Bu dünyada insanlar kim ki daha toxdursa, qiyamətdə bunun əksi olacaqdır. Buradan hadisin zahirinə baxanda bu qidalanmağı başa düşə bilərik. Amma təbii ki, bu da ona aiddir. Biz zahirin birbaşa silib atmırıq. Zahirən deyiləndə israf eləmək, zahirən deyiləndə çox yemək nəzərdə tutula bilər ki, insan həddindən artıq yeməyə düşkün olarsa, öz rahatçılığına düşkün olarsa, israf eləyər, nəfsinə tabi olar. Və bunun batini mənası da elə nəfsə tabi olmaqdır. Hər kəs bu dünyada nəfsi istəklərini doydurmağa çalışarsa, qiyamətdə ac olacaq. Yəni, qiyamətdə onun əsl forması ortaya çıxacaq. Yəni, nə deməkdir? Sən bu dünyada nəfsini doydurmağa çalışsan, ruhun ac qalacaq. Ruhun bu dünyada ac qalarsa, qiyamətdə də ruhun ac olaraq çıxacaq qiyamət sahnəsinə. Ona görə də ac olaraq çıxacaq, nə deməkdir? Yəni, mənəviyyəsi çıxacaq, gücsüz çıxacaq, əlində bir savabın olmayacaq. İlahi nemətlərdən və rəhmətdən məhrum halda qiyamətin səhnəsinə çıxacaqsan. Ona görə bu dünyada insan rahatlığına çox düşkün olmamalıdır. Hədisdə var ki, təəccüb eləyirəm o insana ki, bu dünyada Allah Teala bir şey yaratmayıb, amma insan onu bu dünyada axtarır. O şey nədir? Rahatçılıqdır. Allah Teala buyurur ki, mən bu dünyada rahatçılığı yaratmamışam, rahatçılığı mən cənnətdə yaratmışam. Allah Teala Quran-ı Kərimdə israf haqqında buyurur ki, وَكُلُوا وَشْرَبُوا وَلَا تُفْسِرُوا Yeyin, için, amma israf eləməyin. Dünyadakı nəsibini götür, dünyadakı payını götür. Sən bu dünyada yaşayırsan, qidalanmalısan, fiziki olaraq bədənivi sən qane eləməlisən, doydurmalısan, amma və lakin sənin hədəfin bu olmalı deyil. Hədəfin bu olmalı deyil ki, sən ancaq nə eləyəsən? Yeməklə məşğul olasan. Bu dünyaya biz yemək, içməyə gəlməmişik ki, müəyyən bir hədəf üçün gəlmişik. İnsan hədəfi yemək, içmək olsa, əsl hədəfin unudacaqdır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Bismillahirrahmanirrahim, Bəl tu'thirunəl həyətəd-dunya وَالْآخِرَةُ خَيْرٌ وَأَبْغَى Deyir ki, siz dünya həyatını üstün tutursunuz. Halbuki, ahirət daha xeyirlidir və ahirət daha baqidir, daha qalandır. Qalıcı olan ahirət dünyasıdır. Ona görə insan daha xeyirlini və daha qalıcı olanı seçməlidir. İnsan bir şey alanda nə edir? Deyir ki, qalıcı olsun məndə. Ətir alır, deyir, hansı qalıcı ətirdir? Çox davamlıdır, onu götürüm. Və yaxud da, məsəl üçün, maşın alır, nə qədər mən bunu istifadə, onu düşünür. Amma əsl həyatı, əbədi olaraq həyatı bəzən düşünmür. İnsan bu dünyada buyurur ki, əgər insanların ən toxu bu dünyada, qiyamətin ən acı olacaq. Çünki bu dünyada insan nə edib? Çalışıb, vuruşub ki, tox olsun. Bəzi insanlar var, hər nə olsun, hər cür olsun, nə olur olsun, bunun qarnı tox olsun. Onsuz da sənin qarnın tox olacaq. Sən onsuz da doyacaqsan. Sən şor çörəklə də doya bilərsən. Sən kababla da doya bilərsən. Onsuz da buradan aşağı, o ağız boşluğundan ki aşağı düşdü, buradan aşağı üçün sən dadı hiss eləməyəcəksən. Ona görə də müvəqqəti ləzzət üçün insan gərək bu həyatın əlindən buraxmaya, fürsətin əlindən buraxmaya. Çünki müvəqqətidir. Müvəqqətini əbədinin müqabilində daha üstün tutmaq olmaz.
İnsanlar var ki, həmin bu müvəqqəti ləzzətə görə, müvəqqəti həyata görə nə edirlər? Bütün qalıcı olanı əldən verirlər. Bunlara görə Allah Teala Quran-ı Kərimdə buyurur ki, onlar ticarətdə uduzmuş şəxslərdir. Kimlərdir onlar? Onlar hidayəti verdilər. Hidayəti, belə deyək, müqabil olaraq verdilər ki, neyin müqabilini alsın? Onun qarşılığında nə alsın? Azğınlığı alsın. Fəmə rabihət ticarətuhum. Onların ticarəti uğursuz oldu. Onların ticarəti nədir? Onlar neynədilər? Xəsarətə uğradılar. Allah Teala başqa surədə bunlar haqqında buyurur. İnnəl insənə ləfî xusur. İnsan ziyan içindədir. Hansı insanlar? Bu cür insanlardır ki, bu dünyada toxluğu tutublar, ahirətdə ac qalacaqlar. Bu dünyada da zaten bu cür nədir? Müəyyən müddət ancaq yeyib içsən, vaxt gələcək ki, yeyib içə bilməyəcəksən. Ona görə deyirlər ki, çörəyi dərman qədər ye ki, çörəyi dərman kimi ye ki, vaxt gələr, belə eləməsən, dərmanı çörək kimi yeyəcəksən. Dərmanı çörək kimi yeyəcəksən. Ona görə bu şeylərə diqqət, rəhmətli Hacı Şahanın bir sözü var idi. Deyirdi ki, Allah ruhunu şad eləsin. Deyirdi ki, İnsan həyatı 2 hissədən ibarət, elə bu dünyada 2 hissədən ibarətdir. Ya sən sağlam qidalan, sən yeyib içəcəksən, sonradan bunun əziyyətin, xəstəliyi ilə çəkəcəksən və yaxud da sağlam qidalanacaqsan, özü biraz qidalanmaqda cavan vaxtında biraz əziyyətə salacaqsan, sonradan isə xəstələnməyəcəksən. Ya əvvəldən cəfanı çəkib, sonradan səfanı seçəcəksən, ya əvvəldən səfanı seçib, sonradan cəfanı çəkəcəksən. Bu ümumilikdə dünya və axirət olaraq bunu nəzərə alsaq, bu müvəqqəti dünyada sən nə edəcəksən? Müvəqqəti olaraq biraz çətinlikdə olacaqsan, biraz özünə diqqət eləyəcəksən, yediyivə, içdiyivə, danışdığına, hərəkətivə diqqət eləyəcəksən ki, əbədi olaraq sən uduzmayasan, əbədi olaraq bunun müqabilində ki, gələcək əbədi axirət dünyası, bunun müqabili əbədidir, bunu unutmaq olmaz. Ona görə buyururlar ki, günah gedəcək, günahın gedəcəyini, amma təsirinin qalacağı sizin zehninizdə olsun, sizin ağlınızda olsun ki, unutmayasınız. Günah gedəcək, müəyyən müddətdən sonra onun neyi gedəcək? Ləzzəti gedəcək. Qalacaq nəyi? Təsiri. Ona görə Peyğəmbərimiz buyurur ki, insan günah elədiyi zaman ondan bir şeylər gedər ki, hətta ağlından deyir, ağlından bir şeylər gedər ki, daha heç bir zaman o geri qayıtmaz. Allah Teala bizləri günah qarşısında olarkən günahı yox, Allahı seçən bəndələrindən qərar versin inşallah. Allah bizləri günahın pis təsirlərindən, günahın özündən qorusun, amanda eləsin inşallah. Allah Teala bizləri bu dünyada ən çox tox olan şəxslərdən qərar verməsin ki, yəni o ən çox, baxın orada ən dərəcə söhbətin gəlib. Demir ha, tox. Ən tox olanlar, ən tox olsaq, ən toxlar kimlərdir? Ən tox olan o kəslərdilər ki, onların gözləri doymur. Əgər biz belə bir şəxslərdən olsaq, qiyamətin acılarından olacaq. Ona görə dualarda keçir, ilahi, doymayan nəfsdən sənə pənah aparıram. Biz də dua edir ki, ilahi, doymayan nəfsdən sənə pənah aparırıq, ilahi. Amin, 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 ya Rabbəl aləmin.